Sabahınız xeyir olsun. Həkim Sən verilişinə baxırsınız. Verilişimizin sponsoru neyrocərrah Kərəm Bıxmazdır. Təşəkkürümü bildirmək istəyirəm. Türkiyədə əməliyyatsız bel boyun yırtığı müalicələrin əsasını qoyan, qapalı mikrocərrahiyyə sahəsində yüksək təcrübə və bacarığı ilə tanınan həkim indiyə qədər 25 ölkədə 20 mindən çox xəstəni ayağa qaldırıb. O, başda Amerika və Avropa Beyin Cərrahiyyəsi dərnəkləri olmaqla bir çox beynəlxalq dərnəklərin üzvüdür. Qurucusu olduğu İstanbul Neyrocərrahiyyə və Ağrı Mərkəzində aktiv fəaliyyət göstərir. Əgər siz də möcüzə həkimin fərdi yanaşmaları, əməliyyatsız və ya minimal invaziv həllərindən yararlanmaq istəyirsinizsə, bu fürsəti qaçırmayın. Doktor Kərəm Bıxmazın Bakı ofisinə dərhal zəng eləyib yerlərinizi rezerv edə bilərsiniz. Ağrısız və sağlam həyata buradan addım atılır. Unutmayın. 055 515 33 77 həkimə məxsus nömrədir. Studiyamızın həkim qonağı nevrolog Qastapraf Cəlal Hümbətovdur. Cəlal doktor, xoş gördük sizi. Xoş gördük. Həkimlə əlaqə yaratmaq istəyənlər varsa, buyurun, Uğur Tibb Mərkəzinə müraciət edə bilərsiniz. Necəsiz doktor, necə gedir işləriniz? Sağlıqdır, şükür Allaha, pis deyil, yaxşıdır. Fiziki güc, qüvvə tələb eləyən bir işdəsiz. Çünki müraciət edən insanların demək olar ki, elə böyük bir hissəsi struktur pozğunluğu, onurğa, dayaq hərəkət sistemində olan problemlə gəlir. Doktor, əməliyyatsız, kəsiksiz, qansız, iynəsiz, dərmansız, əməliyyatsız. Bu fəqərələri yerinə qoyuruq. Fəqərələri yerinə qoyuruq. Qeyri-invaziv yolla fəqərələri yerinə qoyuruq. Bu metodun adı NRPS-dir, yəni neinvaziv repozisiya eləyirik. Çox şükür Allaha ki, alınır, özdə yüksək səviyyədə alınır. Hətta bəzən mən deyirəm ki, əgər bunu kəsmədən, qan tökmədən etmək olursa, nəyə görə kəsilsin, qan tökülsün? Yəni, mümkündür. Amma zamanında müraciət etmək. Zamanında müraciət elinin daha rahat olur, daha yaxşı olur. Yəni, nə qədər çox gecikirsələr, bir o qədər gec olur, əziyyətli olur, nəticə ləzzət eləmir. Amma nə qədər vaxtında olsa, təsəvvür edin ki, 5 ilə qədər müddətdə müraciət eləyənlər mən sayıram ki, təzədir, yaxşıdır, normaldır. 5 ilə qədər deyəndə o ili hansı saatdan andan hesablamağa başlayırsınız? İli, misal üçün... Axı, biz bilmirik hansı zaman çərçivəsində problemlər baş qaldırır, çox üzr istəyirəm. Bəzən problemlər asimptomatik keçir. Bəli. Yəni... Yox, belə deyək də, deməli, əgər bel ağrısı varsa, bel ağrısı hətta lap kəskin olsa belə, müəyyən bir müddət çəkirsə, tutaq ki, bir həftə 10 gün çəkirsə, ondan sonra bu el ağrısı gedirsə, ondan sonra onun ağırlaşmaları gəlirsə, bundan soruşursan, gəlib deyir ki, mənim dizlərim ağrıyır, mənim ayağım ağrıyır, mənim dabanım ağrıyır. Soruşursan ki, sənin belin ağrıyır mı? Bilirsən, haçansa ağrımışdı 3 il, 5 il əvvəl, nə bilim, bir-iki dərman elədim, ya da getdim kimsə müalicə elədi, ondan sonra belimdə ağrı yoxdur. Deyirsən ki, bəs onda göydən düşdü, sənin dizin ağrımalıdır. Yaxşı, baxaq görək diz nə vaxt ağrıya bilər. Atomin xəstəliyin yoxdur, sepsis keçirmişsən, yoxdur, travman yoxdur. Bəs onda dizin niyə ağrımalıdır, nəyə görə ağrımalıdır? Yoxlayırsan, görürsən ki, indi yoxlayanda simptomatikada deyir ki, ay da mən bilməzdim ki, mənim buralarımda belə ağrılar var. Deyirəm, bəs nə indi, bu yerli ağrı yoxdur, amma ki, onun ağırlaşması var. İndi sən o perioddasan. Amma əvvəlcə olanda, deyək, təzə başlayanda, gələndə onu həll eləmək çox asan idi. İndi sən ağırlaşmalısındasan. O olsun, o da qəbul olunandır. Əgər orada sinirin atrofiyası getməyibsə və yaxud o beldəki o fəqərədə, deyək, o protruziya bir-birinə qaynaqlanmayıbsa, onu açmaq mümkündürsə, onda yenə Allaha şükür eləmək olur ki, bəli, kömək eləyə bilirik. Amma çox gecikəndə, sinirin atrofiyası olanda, orada necə deyərlər, o qaynaq olunanda fəqərələr bir-birinə, bunu ta eləmək olmur. Onda mütləq və mütləq cərrahlara müraciət eləmək lazım gəlir. Doktor, axı biz öyrəşmişik, iltihabı infeksiya olan yerdə axtarırıq. Fikrimi tutursunuz. Bəli. Az öncə siz nə dediniz? Autoimmun xəstəliyi varmı? Yəni, qarşısında peşəkar həkim olan hər bir kəs əslində sevinməlidir. Baxın, çox maraqlı bir yeri qaçırtdınız. İndi tibbi biliyi olmayanlara mən çatdırım. Doktor, görürsünüz, deyir, xəstəyə sual verirəm, autoimmun xəstəliyin varmı? Çünki autoimmun xəstəliklər qeyri-infeksion iltihabı xəstəliklərdir. Bəli. Amma bizim axtardığımız infeksion iltihabı xəstəlik olduğuna görə baxırıq, heç bir infeksiya yox, heç bir soyuq dəymə yox. Amma iltihab var. Məsəl üçün, bu bizi düşündürmür. Ağlımıza gəlmir ki, yəni qeyri-infeksion iltihabı xəstəlikdə olur. Bəli, deməli, son vaxtlar gələn xəstələrin böyük əksəriyyətində revmatizm olubdur, autoimmun xəstəlik var. İndi burada nə tələb olunur? Təsəvvür elə ki,
deməli, revmatizmin sevdiyi ən yaxşı yerlərdən biri kürəyaltı əzələdir. Çünki kürəyaltı əzələ zəif olur, onu praktik olaraq rast gəlinir. Başqa şeylər də var. Praktik olaraq, əgər bu adam deyir ki, mənim iki çiynimdə də ağrı var və bütün boynu yoxluyursan, bütün o simptomları yoxluyursan, əzələləri bir-bir yoxluyursan, baxırsan ki, yox, deyil. Onda o kürəyin altındakı əzələni yoxlayanda görürsən ki, əzələ iltihablaşıbdır. Revmatik iltihab var. Ondan soruşursan ki, səndə revmatizm varmı? Başqa suallar verirəm. Deyirəm, yaxşı, indi səndə yoxdur. Bu sınaqlar müsbət deyil. Deyirəm, səhər tezdən duranda necə olursan? Deyir ki, səhər tezdən duranda calanıram. Ağrılarım var, biraz gedirlər, deyir, məndə evdə uşaqlar deyir ki, birazdan xoda düşəcəm. Birazdan ağrılarım azalır, birazdan hərəkət eləyirəm və deyirəm ki, bəs deyir, mən analiz vermişəm, göstərməyib. Deyirəm ki, bəs mən yazım ki, sən revmatiksən və mötərizədə yazım kliniki olaraq təyin olunan diaqnozdur və bunu heç kim inkar edə bilməz. Amma belə olan tərzdə... Yəni, laborator göstəricilər... Laborator göstərməyə bilər. Klinik. Bilər. Niyə bilər? Ona görə ki, revmatizm əgər residivləşəndə, progresdə onu göstərir, mütləq göstərir. Amma o stabilləşəndə onu göstərməyə bilər. Və indi bizə nə qalır, bilirsinizmi? Biz seçməliyik. Tutaq ki, bunun çiyinlərində ağrı var. Bu, boyundan gələn problemdir, yoxsa mı revmatizmin problemidir? Bu hallar çox rast gəlinir. İndi onu mən məcbur olub revmatizmin müalicəsi üçün bəzi dərmanları yazıram, bir müddətə ya iynə yazıram ki, sınayaq görək nə tərdir. Yəni, bunları araşdırıram. Mənim payıma düşəni eləyirəm. Xəstəyə də deyirəm, qardaş, burada onurğada olan bu problemlər mənlikdir, mən bunu eləmişəm. Amma revmatizm sən müalicə olunmalısan və revmatoloqa müraciət eləməlisən, davam olmalıdır. Revmatiklərin sayı çoxdur və revmatizm doğrudan da fəsad törədir. Müraciət edən insanların demək olar ki, çoxunda qızdırma, Bəli. şişkinlik, iltihab, doğrumu? Bəli, bəli. Bütün bu əlamətlər olur. Hətta o revmatik dirsi, diferensial diaqnostika, yəni ayırt etmək çox vacibdir. Bəzən hər bir xəstəliyə xas spesifik əlamətlər olur. Məsəl üçün, siz revmatizmlə danışsınız, bir dizindən digər dizinə keçə biləcək ağrılar, yəni miqrasiya edici ağrılar. Birisi gəl revmatizmdən, diferensial diaqnostikadan danışmayaq nəyə görə? Ona görə ki, revmatizm çox böyük bir mövzudur, çox böyük əhatəsi var, onun müxtəlif simptomları və s. var. Amma bizə rast gələn və kliniki olaraq, praktiki olaraq onu təyin eləmək söhbəti var. Onu da ki, dediyim kimi, əgər araşdırırsan, araşdıranda adi anamnezdən və bəzən analizləri olur. Bunlara baxanda soruşursan, bəzi özü bilir, deyir ki, bəs belə bir şey var. Bilmirsə, onu da araşdırırsan, araşdıranda görürsən ki, o hardasa, o revmatik iltihab hardasa baş veribdir. Onu müəyyən eləyəndən sonra dəqiqləşdirirsən. Yəni, sadəcə olaraq onu dəqiqləşdirirsən, öz işini görürsən və deyirsən ki, bu belədir. Yəni, necə deyirlər, anlaqlı sürətdə hər şeyi yoluna qoymağa çalışırsan. Doktor, niyə danışmayaq ki, elə danışaq da? Yox, revmatizmdən danışmayaq. Bizim mövzumuz revmatizm deyil. Aydın məsələdir. Bizim mövzumuz başqadır. Revmatizm olmasa da sizə gələn, mən demək istədiyim sözümün canı odur ki, eyni simptomlarla gəlirlər. Dizdə, oynaqlarda, onurğada, fəqərədə olan ağrılar. Bəli, onu diferensial diaqnostika etmək lazımdır. Əlbəttə, siz burada diferensiyasiya edəcəksiniz. Autoimmün xəstəliyidir, revmatizm dediyiniz birləşdirici toxuma xəstəliyidir, yoxsa sizin sahəyə aid olan hər hansı bir protruzya səbəbi ilə meydana gəlib. Mütləq və yəni, budur. mütləq, Axı biz insanlar belə deyək, yanlış həkimlərə müraciət edirik. Əslində, ağrı bizi nevroloqa götürməlidir. Nevroloq bax, ayırt etməlidir ki, bu ağrı dediyiniz infeksiyon, qeyri-infeksiyon, autoimmün xəstəliklər səbəbiylədirsə, mənim həkimim kim olacaq? Revmatoloq. Revmatoloq, bəli. O zaman biz bu haqda... Struktur dəyişikliyi varsa, o bizlikdir. Bəli, struktur dəyişikliklərindən danışmışkən. İndi biz əvvəllər deyirdik ki, bu xəstəliklər ümumiyyətlə onurğada, fəqərə sütununda olan problemlər bəlli bir yaşa gəlib çatandan sonra müşahidə olunur. Bəli. Amma bugün gənc yaşlı insanlarda da bizim də bir görüntümüz var.
gənc bir həmvətənimizin onurğasında davamlı ayaq üstə bir iş rejimindədir. Yəni vaxtını elə keçirir və uzun müddətli belində, dizində olan ağrıların şikayəti ilə bizə müraciət etmişdi. Məsləhət bildik. Sevdiyimiz, güvəndiyimiz Cəlal həkimin yanına getsin və o da getdi. Nə aşkarladın doktor orada? Deməli, bilirsiniz, bu cavan uşaqdır, deməli, ağrıyıb, fikir verməyib və yaxud da keçiribdir. Təsəvvür edin ki, onda 2 dənə yırtıq var. L5, S1-də, L4, L5-də yırtıq var. Ondan savayı bel fəqərələrində qabarma var, sonra döşdə bir fəqərədə protruzya var, boyunda protruziyalar, osteoxondroz var. Deyirəm ki, bəs sən nə əcəb yeriyə bilirsən, yeriyirsən, ağrıların var, deyir, yeriyirəm, ağrılarım var, amma dözürəm. Az hərəkət eləməkdir, çox ayaq üstə duranlarda, çox qeyri, necə deyərlər, nidovlu pozisiyada, yəni ki, uyğun olmayan bir vəziyyətdə duranlar. Misal üçün, parikmaxerlərdə, peşə xəstəliyinə uyğun, onlarda da hallar baş verir. Tutaq ki, bizim kollegalar var, stomatoloqlar. O stomatoloqların böyük əksəriyyətində boyun fəqərələrində problem var, skalyoz var və bel fəqərələrində deməli problem var. Deməli, uyğun olmayan vəziyyətdə uzun müddət bu iş davam edərsə, gələcəkdə protruziyalara və yırtıqlara səbəb ola bilir. Ona görə görünür, bu cavan uşaqda deməli, ayaq üstə çox durduğuna görə orada deməli, əlavə yük əmələ gəlibdir. Çox maraqlıdır ki, mən onu yoxlayanda o uşaq özü bir təhər oldu, dedi ki, mən təsəvvür eləməzdim ki, məndə bu qədər, bu dərəcədə ağrıyan yerlər var. Siz onu necə təyin edərsiniz? Doktor, heç bir radioloji müayinə yox, aparat yox, cihaz. Nə edirsiniz orada, doktor, ayağında? Orada, birisi nədir? O ayağının biri uzun, birisi gödəkdir. O da çanaqda əlmə. Ciddi deyirsiz? Çanaqda əlbəttə bir barmaq fərqi var. Özü hiss eləmir onu? Özü onu hiss eləmir. Özü hiss eləmir. Orada bəzən çox vaxt o podvıviklər deyirlər, olur. Ona görə mən onu prob edirəm, görün bunlandırmı? Ona baxandan sonra bir də orada deməli oma sümüyündə, kristisdə o baxanda onun vəziyyətindən asılı olaraq müəyyən eləyə bilirsən ki, çanaqda dəyişiklik varmı? Ayağın uzunluğu da ondan olur. Onları korreksiya eləyəndə yerinə qoyanda düzəlir. Amma özü bir barmaq hiss eləmir. Özü deyək, məndə skalyozundan olan xəstə olubdur. 62-63 yaşında orada 4 santimetr, yarım 5 santimetrə qədər bir ayağı o birisindən uzun olub. Yəni, o deyək yeriyəndə o gödək ayağı düşürdü də uzunluğu axı düz ata bilmir. Belə sirkul kimi gətirirdi və əli ilə kömək eləyirdi. 4-cü dərəcə skalyoz idi. Müəyyən müddət müalicədən sonra o demək olar ki, bir hardasa 70-80% sağaldı. Sadəcə orada nə qalıbdı? O fəqərələrdə deməli, rotasiya var, o rotasiya qalıbdır biraz. Amma belə indi normal yeriyir, ayaqların uzunluğu bərp olunubdur. Bir var rotasiya, bir də var torsiya. Rotasiya deyək, yana əyilmədə. Torsiya burulmadır. O burulma çox çətin olur, onu yerinə qoymaq. Amma rotasiyanı düzəltmək olur. Düzəldəndə. Bəzi fəqərələrdə o torsiya qalır. Hər yaşda müalicəyə tabi olur? Hər yaşda müalicəyə tabi olur. Ancaq yaşın böyük fərqi var. Tutaq ki, 12 yaşa qədər istənilən skalyozu 2 həftəyə bir xeyli yaxşılaşdırmaq olur. Niyə? Çünki səbəbləri var, səbəbləri götürürsün. Təsəvvür edirsiniz, bax, belə bir şey var. Əvvəlcə, deməli, alternativ təbabətdə skalyozun səbəbləri vardı. Diafragma, sonra deməli, bel fəqərələri, çanaqda əyilmələr vardı. Amma sonuncu deməli, dövrlərdə əsas məsələlərdən biri də birinci fəqərənin yerində olmamasıdır. Baxın, görün, anadan olan uşaqların böyük əksəriyyətində orta məktəbi qutarana qədər 75%-ində deməli, onlarda problem olur. Əsas məsələlərdən biri onun birinci boyun fəqərəsinin yerində olmamasıdır. Təsəvvür edin, doğuş vaxtı onu düzgün vəziyyətdə götürməyəndə birinci fəqərə yerini dəyişir və orqanizm ona uyğun olaraq uyğunlaşır. Əgər birinci fəqərədə dəyişiklik varsa atlasda, skalyoz mütləq və mütləqdir. Doğuş vaxtı. Bəli, doğuş vaxtı əgər onu eləyiblərsə, yerində deyilsə, gələcək dövrü uşaqda, bəs ona görə mən bəlkə də başqa çıxışlarımda demişəm, hardasa 4 yaşında olan bir uşaqda
baş ağrıları, skalyoz və s. vardı. O da o səbəbdir. Və buna migren diaqnozu qoymuşlar. Doktor, maraqlıdır, travmatoloqlarla söhbət eləyəndə, məsəl üçün, indi deyirsiniz ki, nəyə qoyub, nədən danışırıq? Məsəl üçün, protroziyadan keçdiyi revmatizma, qayıtdıq protroziya, disk etfiqlarına, indi skalyoz. Amma biz danışmalıyıq da ətraflı, bütün sizin dediyiniz mövzular mənə maraqlıdır. Bu çanaq displaziyası ilə doğulan uşaqlar, məsəl üçün, bilirik ki, bu başqa bir şeydir, problemdir. O tam başqa bir şey. Doğum sırasında travma alanlar da Doğum sırasında travma alanların sayı çoxdur. Travmatoloqa verəndə deyir, yox, həkim istəsə də doğum sırasında uşağın, məsəl üçün, bu çana oynağına, fəqərə sütununda olan fəqərələrə, oynaqlara ümumiyyətlə zərər verə bilməz. Nətər verə bilməz? Patoloji gəlişlərdə, düzgün tutmayanda, ya bu doğuş vaxtı olur, ya valideynləri onu deməli, siz mənə inanın, qeyri-düzgün, valideynləri qeyri-düzgün tuturlar və ya uşaqlarda, misal üçün deyim də sizə, neçə yaşı vardı uşağın? Bir 6-7 yaşı olan uşaq, qız uşağı vardı. Gətirdilər, dedilər ki, bəs bu əyağını düz atmır. Bir əyağını belə içəri atır. Nənəsi, anası yanındadır. Deyim ki, baxdım, o xətlərə görə ortopedik olaraq müəyyən eləmək olur da. Yoxlayandan sonra baxdım ki, bunda podvivik var. Elə 5 dəqiqə çəkmədi. Onu dartıb yerinə qoyandan sonra uşağı kuşetkanın üstündə yeritdim. Nənəsi də hamısı baxırlar ki, doğrudan yeridi. 5 dəqiqənin içində. Yəni, o elə bir şeylər olur. Elə bir şeylər gərək yerinə qoyasan yerində. Bunlar da həmin onurğada olan, o fəqərələrdə olan bir şeylərdir. Baxın, deməli, bir sayədə çox alicənab bir yoldaş gəlibdi, yoldaşını gətiribdi. Dedim, ay xanım, şikayətin nədir sənin? Dedi ki, mən quluncu oluram. Neçə illərdir ölürəm də, deyirəm, döyəşdiyin, nə bilim, neyin, ağrım getmir. Belə əlim gətirib qoydum, baxdım, əlim dedim ki, bunu deyirsən, budur sənincdən. Dedi, budur, oy, məni öldürür o. Onu bax, yerindəcə 1, 2, korrektiv yerinə qoydum. Nə idi o, protruziya? Orada yox, qabarma vardı. Protruziya kompressiyadır, amma qabarma protruziyasız da ola bilər. Yəni, çıxmışdı yerindən, qalxmışdı bir balaca, qabarma vermişdi. Nəysə, onu yerinə qoydum, yerinə qoyandan sonra bu əvvəlcə şeylər ki, oy, ağrıtdı, dedim bir balaca döz. Sonra dedim ki, indi yoxladı, baxdı belə, dedi ki, ağrı yoxdur. Neçə illərdə ağrıyırdım, bu nə olan şeydir? Sonra, maraqlı cəhəti, sonra deməli, ikinci baxanda yoxladım, bu ön fəqərəsində də orada yeri dəyişmə vardı. Onu yoxlayanda diaqnostik eləyəndə baxdım ki, burada ağrı var. Dedim ki, yoldaşına dayan, ikinci bir fokusda göstərəcəm. Onu da yerinə qoydum. Yerinə qoyandan sonra dedim, indi onda ağrı varmı? Deyir, valla o da getdi. Deyirəm ki, yoldaşına deyirəm ki, bu xanım bizdikdir, gələcəkdir və axıra kimi də davam edəcək, sağalacaqdır. Bir maraqlı bir xəstə də var. Deməli, bunu yoxlayıblar, deyiblər ki, səndə deməli, bu çanaq oynağında artroz var. Bu gəldi, baxdım. Baxandan sonra dedim ki, bunun beldən asıllığı var. Çalışaq bir 3 gün mən bundan məşğul olum. Onu yerinə qoyaq. Əgər baxa nə dərəcədə asılıdır. Əgər olmasa, yenə gedərsən əməliyyata. Bu qadın özü dedi ki, yox, ona bir şey eləyə bilirsiniz. Konkret olaraq bu çanaq oynağına. Dedim ki, xanım, bu beldən asılıdır. Biz bunu belə eləyə bilərik. Yoxsa dedim, o travmatoloqun işidir. Dedi, yox, mən onu istəyirəm. Yox, yəni nəsə eləyə bilərsiniz deyəndə nəyə nəzərdə Yəni ki, bu çanaq oynağında mən əməliyyata gedirəm, ona kömək edə bilərsən, müalicə edə bilərsənmi? Aydın məsələdir. Orada olan ağrını deyir götür. Oradan gedən deyir, artroz var da, artroz var, əməliyyata gedir. Üçün oynaq qoyacaqlar. İndi baxın. Deməli, yoldaşı mühəndisdir, savadlı adamdır. Dedim ki, ay xanım, 3 gün var da, 3 gün dözürsən, onu probeyirik. Alınsa sən sevinərsən, alınmasa yenə gidersən əməliyyata. Yoldaşı dedi, hə, onurğanı korreksiya eləyəndən sonra oynağın ağrısı tam getdi. Bəs artroz, doktor? Artroz adlı söhbət yoxdur. Təsəvvür edirsən? Niyə? Çünki onun beldən asıllıq söhbəti vardı. Yox, ağrının o zaman beldən asıllığı var idi. Ağrının bu oynaqda... Ağrını aradan qalıb, bəs artroz? Bilirsiniz, yuxarıdakı fəqərələrdə olan dəyişiklik burada bu çanaq oynağında ağrı verir. Endoprotez olacaqsa da indi olmayacaq. Yox, endoprotez heç olmayacaq ona. İnşallah olmasın, amma olacaq. Heç olmayacaq. Ağrılar getdi, qidalanma yaxşılaşdı, ev tapşırığı verildi. Qidalanma yaxşılaşdı. Neçə yaşı var idi xanım?
Xanım hardasa 60-a yaxın. Maşallah, qidalanması. Hə, o qayda, o spazmalar getdi, qidalanması bərpa olundu. O mənə gəlir ki, əməlli başlı bərpa olunacaq, heç vaxt əməliyyata getməyəcək. Və əməliyyat adlı söhbət olmayacaq. Ola bilər, hardasa biraz incitsin, amma ki, dəfələrlə, bir neçə dəfə demişəm, müəyyən vaxta gələcək, onu yenə qidalanmalı bərpa eləyəcək, orqanizm özü onu bərpa eləyəcəkdir. Vəssalam, heç bir əməliyyatdan söhbət getmək olmaz. Neçənci mərhələ idi? Üzr istəyirəm. Yox, orada ikinci mərhələ, üçüncüyə keçid idi. Üçüncüyə keçid idi. Deməmişlər süni oynaq qoyacaq, amma demişlər ki, belə davam etsə süni oynaq qoyacaq. Hə, bax, gəldi əsas məsələ. Demək, əməliyyatlıq xəstə deyildi. Yox, əməliyyatlıq deyildi. Üçüncü, dördüncü olsa, orada artrozu olsa, axırıncı stadiyası olsa, mən deyərdim ki, biz heç ona müdaxilə eləməyək, o geçsin əməliyyata. O söhbət yox. Mənim fikrim yenə də qaldı bizim əməkdaşda. Hə, buyurun. Gənc, verək video görüntünü, daha doğrusu, görüntünü göstərək bir daha. Doktor, sən hər dəfə onun ayağını dartanda mən burada qorxu keçirdirəm. Nə var orada qorxu? Az öncə dediyiniz ayaqlarında fərq gördüm və bu hərəkəti etdim ki, yoxlayım, yerinə gələcək, yoxsa mən doğru mu anladım? Bəli. Amma gəlmədi. Yox, deməli orada dedim axı o iki halı mən yoxladım orada. Yox, bildim, siz danışdınız. Bir var, orada çıxığı olur. Yüngül vari çıxır, padvırıq olur da. Bildim. Onu eləyəndə, onu eləyib buraxanda yerinə oturur. Deməli, çıxıq deyil. Deməli, çıxıq deyildi. Deməli, burada çanaqda biraz əyilmə var. Çanaqda əyilmə var, ayağında fərq var. Onu da çanaqda əyilməndə necə bilirik? Kliniki olaraq oradakı oma sümüyü var da, krestiç. Onu yoxlayanda görürsən ki, bu yerində deyil. Ya bir tərəf qabarıb, ya bir tərəf batıb, ya burulub, ya belə. Onu düzəldəndə onun ayağı düzəlməlidir, düzələcək. İndi bu vəziyyətdə bizə müalicə təyin olunubmu? Çox maraqlıdır. Baxın, doktor deyir, az öncə danışdıq, indi biz Cəlal doktora çox hörmət edirik, onu çox istəyirik, çox sevirik. İşinə də bələd olduğumuza görə bəzən gülərək danışaraq birimizə burada söz yarışması gedir əslində. Yəni, siz bir ifadə işlətinizi ara həkimlərinə gedirlər, dartırlar elə. İndi ola bilər tamaşaçı deyir ki, Cəlal doktor, sən özün də dartırsan onu da. Yox, bilirsiniz nə Yəni, mən həmişə Cəlal doktora ciddi deyirəm ki, Kastaprav həkim, yəni oxumuşsanıq ki, yəni nevroloq əslində sizin etdiyiniz müdaxilələri etmir, doktor. Əlbəttə etmir. Heç bir nevroloq. Burada bilirsiniz, iki prinsip var. Mən burada diqqəti sizin üzərinizə çəkmək istəyirəm. Yaxşı mütəxəssisləri tanıtmaq üzrə, bilirsiniz, ön plandayım. Çünki işimi də sevirəm və mütəxəssisləri də görürəm, əməyini, əziyyətini. Bu həkim xəstə gəlir yanına, görürsünüz, radioloji müayinələr düzdür, ehtiyac var, hətta özü də tələb eləyir. Yox demirik. Amma istənilən halda özü əli ilə baxmasa, yoxlamasa, təyin eləməsə, o xəstəyə toxunmasa, yəni onun, bilirsiniz necə, müalicə taktikasını seçə bilməz. Hər nə qədər görüntü verilsə də, yəni bu elə deyil. Çünki, bax, biz indi verilişimizi əvvəldən izləyənlər görürsünüz, mən revmatizm mövzusunda çox kiçik mübahisə apardım. Doktor dedi ki, mövzumuz revmatizm deyil. Amma revmatizm, yəni birləşdirici toxuma xəstəliyindən əziyyət çəkən xəstələrə görə görürsünüz, siz dedikcə mən yadımda saxlayıram. Deyir, bəzən elə olur ki, laborator analizlər uyğun olmur. Mötərizədə yazıram, klinikası var. Bəli, klinik olaraq. Elə ora gəlirəm. Bəzən görüntüdə nəsə görsənir, amma insanın klinikasında o yoxdur. Və ya tam tərsi, klinika var, görüntüdə o yoxdur. Ona görə burada individual fərdi yanaşma çox vacibdir. Mən həkimin verilişin əvvəlində danışığı ilə öz danışığımı birləşdirib ümumi bir ortaya bir şey çıxartmaya çalışıram. Yəni demək istədiyim nədir? Həkim, nevroloq, Kastaprav həkim olaraq sizi kəsiksiz, qansız, dərmansız, belə deyək. İynəsiz, dərmansız, əməliyyatsız. Müalicə eləyir. Amma kimi? O xəstələrini özü seçir. Hansı xəstəyə ki, faydası toxunacaq, o xəstələrin üzərində dediyi müalicələri aparacaq. Əgər pasiyentə dedimsə mənlikdir, deməli, başımdan cavab verirəm, mənlik olur. Buyurun, doktor, indi biz nə edə bilərik bu vəziyyətdə? Bu vəziyyətdə, deməli, bu yoldaş gəlməlidir. 2 gün əzələlərlə, fasya ilə bağlarla işlənilməlidir. 3-cü gün korreksiya olunacaqdır. Ondan sonra, deməli, bir 10 gün hər gün davam eləyəcəkdir və 10-cu gün korreksiya olunacaqdır. Ondan sonra 1-2 dəfə yenə 10-13 gündən gələcəkdir nəzarətə yoxlamağa.
Və salam. Məsələ ondan nədən ibarətdir? Məsələ ondan ibarətdir ki, bizdə iki prinsiplə işləyirik. Birinci növbədə fəqərə yerində deyilsə, fəqərəni yerinə qoyuruq, yəni anatomik vəziyyətinə gətiririk. İkinci, oradakı qidalanmanı təmin eləyirik. Qidalanmanı təmin eləyəndə orqanizm özü bizdən də ağıllıdır, seçim eləyir. O qoruyucu sistemlər hərəkətə keçir, oradan onun defekti orqanizm özü həll edir yavaş-yavaş. Amma bunun üçün vaxt lazımdır. Deyək, bu, bəzən mən deyirəm ki, deyək, sürünə-sürünə gəldi, 5 dəqiqə ayaqüstə qoydum, elə bilər 5 dəqiqə qutardı. Yox, elə deyil. O ağrıların acısını götürürsən ki, bu hərəkət eləyə bilsin, minimal hərəkətlər eləyə bilsin. Amma ki, kurs davam eləməlidir və onun tam bərpası üçün o dövr getməlidir. Reabilitasiya əslində lazımdır. İndi cəmiyyətin vəziyyətindən asılı olaraq ev tapşırığı veririk. Bu hərəkətləri ilə bu şeyləri gözlə. Müəyyən müddət keçəndən sonra tamamilə sağalmış hesab olunur. Məsələ də ondan ibarətdir ki, əgər orqanizm özü bu məsələni həll edirsə, o tamamilə sağalmış olur. Sağlam insan kimi fəaliyyəti davam edir. Əgər orqanizm bunu etmirsə, bunu deyək, cərrah edirsə, başqaları edirsə, o deməli keçir xroniki hala, gələcəkdə onunla yoldaş olur, axıra kimi gedir. Ona görə bizim məqsədimiz odur ki, həmin xəstələri dediyim kimi iki prinsiplə həm anatomik vəziyyətdən gətirək fəqərələri, həm qidalanmanı yaxşılaşdıraq, reabilitasiya devri keçsin və tamamilə sağalsın. Doktor, mən təşəkkür etmək istəyirəm. Sağ olun, mən də sizə təşəkkür edirəm. Maraqlı söhbətimiz üçün. Hər zaman olduğu kimi. Həkimlə əlaqə yaratmaq istəyənlər varsa, buyurun, Uğur Tibb Mərkəzinə müraciət edə bilərsiniz. Nevroloq, kastopraf Cəlal Hümbətov studiyamızın həkim qonağı idi və Uğur Tibb Mərkəzində fəaliyyətini davam etdirir. Təkrar etmək istəyərdim. Radioloji müayinələr varsa, buyurun, alın, götürün, həkim baxsın. Yoxdursa, indi həkimin təyinatı üzrə indi ola bilər, bəlkə ehtiyac duyulsun o sırada siz deyəsiniz ki, müayinələrdən keç gətirmə, nəticələrə baxın. Bəzən ola bilir. Müxtəlifdir, ağrılar necə müxtəliflik göstərir, eyni ilə də insanlarda da ətraflı araşdırmalar aparılmalıdır, tibbi müayinələr aparılmalıdır. Sadəcə unutmayaq, heç bir ağrı hər zaman dediyimiz kimi qalıcı deyil. Onun altda yatan səbəbini tapdıqdan sonra doğru müdaxilə, doğru həkimi və doğru klinikada həlli yolu var və bizim bəhs etdiyimiz protruziyalar fəqərarası disk yırtıqlarının ilkin mərhələsidir. Ona görə protruziya müalicə olunurmu? Bu sualın cavabını artıq Cəlal doktor verdi. Bəli, müalicə olunur. Amma doğru həkimin əllərində. Deyilmi? O da Cəlal Hümbətovdur. Müraciətlərinizi edə bilərsiniz. Təşəkkür edirəm. Xoş oldu sizinlə söhbət. Mən də sizə təşəkkür edirəm. Minnətdarım. Qısa aradan sonra yenidən qarşınızdayıq. May ayının 26-sı, 27-si və 28-i tarixlərində Türkiyənin tanınmış cərrahı operator doktor Sərdar Gülsul Bakı şəhərində olacaq Loğman klinikasında. Artıq çəkisi olan, ümumiyyətlə piylənmədən əziyyət çəkən, piylənməyə bağlı bir çox problemlər baş qaldırıbsa sizdə, buyurun müraciətlərinizi cərrahımıza edə bilərsiniz. Sərdar Gülsul bir neçə gün Bakı şəhərində olacaq, 2-3 gün müddətində ətraflı müayinələrdən yararlana bilərsiniz. Məhdud sayda insan üçün ödənişsiz müayinə imkanı yaradılıbdır. Müayinələr Turkuaz Health Group tərəfindən təşkil olunur və qeydə düşmək mütləqdir. Əgər siz də artıq çəkidən, təkrar edirəm, əziyyət çəkir və bu problemin gündəlik həyatınıza təsir etdiyini düşünürsünüzsə, bu müayinələr sizin üçün vacib ola bilər. Bunu unutmayın. Artıq çəki sadəcə estetik deyil, ciddi sağlamlıq problemidir. Ən vacib məqamlardan biri isə budur. Müayinə olunan şəxslər arasında bir nəfərin həm müayinəsi, həm həkimin qəbulu, eyni ilə də əməliyyatı ödənişsiz olacaq və bütün xərclər Turkuaz Health Group tərəfindən ödəniləcək. Sadəcə müraciət etmək tələb olunur. Əgər siz də uzun zamandır sağlamlığınızla bağlı addım atmaq istəyirsinizsə, bu fürsəti qaçırmayın, yerlər də məhduddur. Loğman klinikası bilirsiniz, Qaraqarayev metrosunun yaxınlığında yerləşir. Əlavə məlumat almaq istəyənlər və qeydiyyatdan keçmək istəyənlər varsa, buyurun 050 635 42 41 WhatsApp üzərindən bu nömrə ilə yaza bilərsiniz və ya zəng edə bilərsiniz. Həkim Sən verilişinə baxırsınız. Verilişimizin sponsoru neyrocərrah Kərəm Bıkmazdır. Təşəkkürümü bildirmək istəyirəm. Türkiyədə əməliyyatsız bel boyun yırtığı müalicələrin əsasını qoyan, qapalı mikrocərrahiyyə sahəsində yüksək təcrübə və bacarığı ilə tanınan həkim indiyə qədər 25 ölkədə 20 mindən çox xəstəni ayağa qaldırıb. O, başda Amerika və Avropa beyin cərrahiyyəsi dərnəkləri olmaqla bir çox beynəlxalq dərnəklərin üzvüdür. Qurucusu olduğu İstanbul Neyrocərrahiyyə və Ağrı Mərkəzində aktiv fəaliyyət göstərir. Əgər siz də möcüzə
Əli həkimin fərdi yanaşmaları, əməliyyatsız və ya minimal invaziv həllərindən yararlanmaq istəyirsinizsə, bu fürsəti qaçırmayın. Doktor Kərəm Bıxmazın Bakı ofisinə dərhal zəng eləyib yerlərinizi rezerv edə bilərsiniz. Ağrısız və sağlam həyata buradan addım atılır. Unutmayın. 055 515 33 77 həkimə məxsus nömrədir. Həkim qonağımız revmatoloq osteopat Əli Əlizadədir. Əli həkimlə əlaqə yaratmaq istəyənlər varsa, buyurun. Mayamed klinikasında fəaliyyətini davam etdirir. Mayamed klinikasında yerləşən Vertex Revmatologiya və Osteopatiya mərkəzinə müraciətlər qəbul olunur. Təşəkkürümü bildirmək istəyirəm və bu arada xoş gördük Əli doktor, necəsiniz? Sizi də çox xoş gördük. Sağ olun, dəvətiniz üçün. Necə gedir işləriniz, müraciətlər, daha çox nələri müşahidə edirsiniz, hansı problemlər daha qabarıqdır? Ankilozlaşan spondilartrit xəstəliyi dediyimiz bir Bexterev xəstəliyi var. Ağır xroniki iltihabi xəstəlikdir, autoimmun xəstəlikdir və çox ciddi fəsadlara səbəb olan xəstəlikdir. Deyərdim ki, insanın cavan yaşından gətirib 50-liyə qədər çıxara biləcək bir amildir. Ona görə çox qlobal bir məsələdir. Bu, demək olar ki, bir 90%, 85% hallarda kişilərdə rast gəlinir, 10-15% hallarda isə qadınlarda rast gəlinir. Dəhşətlisi budur ki, oğlan uşaqlarında da bu 15-45 arası yaş arası götürülür, amma ən çox rast gəlinən yaş arası 19-25 yaş arasıdır. 18-19 yaşında hərbi xidmətə çağırılır, gedir hərbi xidmətə gedəndə komissiyadan keçir, heç bir problem yoxdur, aşkarlanma yoxdur, gedir hərbi xidmətə, bir 5-6 aydan sonra başlayır xəstəlik baş qaldırır, ağrılar baş qaldırır, ordudan tərxis eləyib yarımçıq göndərirlər geri xəstəliyinə görə. Və yaxud da ki, xidmətin axırına yaxın olur deyə tərxis olunmur, elə hərbi xidməti bitirir, gəlir və cavan uşaq da həmişə həkimə gələndə mütləq valideynlərlə gəlir. Valideyn də çatan kimi deyir ki, gül kimi oğlumu yola saldım, əsgəri elədilər, göndərdilər üstümə. Yəni, buradan bütün valideynlərə səslənmək istəyirəm ki, o valideynlərin hamısını mən izah edirəm. Burada hərbi xidmət sadəcə həmin dönəmə düşdüyü üçün bu aşkarlanıb. Hərbi xidmətə getməsəydi də həmin vaxtda, həmin günü bu problemlə rastlaşacaqdı. Əgər getməsəydi də olacaqdı. Çünki o uşaq ana bətnində olarkən artıq o xəstəliklə doğulub və həmin yaşa çatanda da o problem başlamalıydı. 6 ay tez, 6 ay gec olmalıydı. Nə baş verir o yaş dövründə? Yəni, endokrinoloji olaraq belə böyük bir hadisə baş vermir. Sadəcə olaraq bu xəstəliyin xüsusiyyəti odur. Böhran dövrüdür xəstəlik. Bəli, kəskinləşmə böhran dövrüdür. O vaxtı üzə çıxır. Deyəndə ki, bu nəsildən irsi keçən bir xəstəlikdir. Nəsildə babalarınızdan kiməsə yadigar qalıb. Bilirsiniz də, bizdə də adətdə o saatlar deyirlər ki, cəmaatın babasından qızıl qalır, bizim də babamızdan xəstəlik qalıb. Bəli, bu babalardan, ulu babalardan həmin insanlara qalmış yadigardır. Ondan da nəvələrinə, nəticələrinə keçəcək. Yəni, mütləq ki, ola bilər ki, evladında olmasın, nəvəsində olacaq. Nəvədə olmasın, nəticədə olacaq. Amma hardansa görünəcək, bilinəcək. Və bundan necə yayınmaq olar? Ancaq yaxın qohum evliliklərindən qaçmaqla. Bu da çarə deyil, yenə rast gəlinir. Amma heç olmasa rast gəlmə tezliyi aşağı düşür. Kimsə elə düşünməsin ki, qohumla evlənməsə mütləq bu xəstəlik olmayacaq evladında. Yox. Sadəcə olaraq biraz ehtimalı aşağı enir ki, heç olmasa ehtimal nəzəriyyəsi ilə evladında rast gəlmə tezliyi biraz aşağı düşür. Amma tamamilə inkar olunmur ki, rast gələcək. Bütün autoimmun xəstələrdə olduğu üçün bir şeydə qeyd edeyim, bu xəstələr depressiyaya meyilli olur. Ağrılar o qədər şiddətli olur ki, bu xəstə depressiya düşür. Və depressiyadan da çıxarmaq bəzən bu xəstənin daha çətin olur, nəinki remisiya almaq. Bu mövzuya biz giriş verəndə dediniz ki, xroniki iltihabi xəstəlikdir. Xroniki də uzun illər. Hətta o yaşda olsa belə heç mi əlamətlər virüsə vermir? O yaşa qədər demək olar ki, hərbi xidmətə gedir, ali təhsil ocaqlarına gedənlər var. Amma bu xəstəliyin də bilirsiniz də bu proqressivləşən hərəkət məhdudiyyəti gətirib ora çıxardır. Amma başlanğıçda bu xəstəlik sadəcə qəfləti belə axşam yatdığı heç bir şey yoxdur. Ya beldə, iliosakral oynaqda, ya da bu çanaq oynağının bir tərəfli şiddətli ağrılarla, tərpənə bilməyəcək ağrılarla başlaya bilər. Bu xəstəliyin də gedişatı var. Kəsin, yarım kəsin, xroniki gedişli. Bu xroniki gedişli forması ara sıra yarım gün, bir gün, bir ağrı kəsi tablet qatdı, belimdə ağrılar oldu, tablet qəbul elədi, bir neçə, hətta aylarla ağrımaya bilər, sonradan başlaya bilər.
Amma kəskin gedişli formasında bu xəstəlik bəzən axşam yatır xəstədə heç bir simptom yox, heç bir hal yox. Hətta əski hərbi xidmətə gedib qayıtmış uşaqlar var ki, məsələn, cavan oğlan hərbi xidmətdə də olub, heç bir problem olmayıb. Anidən axşam yatıb heç bir problem yoxdur, səhər qalxdım deyir, qalxa bilmədim ağrıdan. Ağrının şiddətindən o qədər şiddətli ağrılar olur ki. Və bir nüans da var ki, bu xəstəlik başlayan kimi bəzən o kəskin gedişli formasında anidən ona diaqnoz qoymaq da çətin olur. Çünki hər elə belim ağrıyır, çanağım ağrıyır deyənə ankilozlaşan spondilartrit diaqnozu qoyulması da mümkün deyil. Bu qanda göstəricilər hansısa iltihab göstəriciləri nəyisə sübut eləməlidir. Üstə gələk orada rengenoloji hələ göstəricilər heç bir şey verməyəcək. Bir də bizdə iltihab da hansısa bir periodda olmalıdır ki, MRT görüntüsündə orada eroziyalar aşkarlansın ki, ankilozlaşan... MRT-də yalnız eroziyaya baxırsınız ki, doktor. Başlanğıçda, bəli. Hələ orada özünün yox, orada hələ spesifik patoloji kifozların o hələ sonrakı etapda. Spesifik Başlanğıçda onların heç biri olmur. görünmür, hə? Görünmür də, olmur da, o problemlər olmur. Heç hətta məsəl üçün bəzən 1-2 gün ağrı verir, keçir, o yüngül... Ona görə də çətinlik çəkirsiniz. Bəli, bəli. Başlanğıçda bəzən bir neçə ay, 5-6 ay hətta o xəstəliyin diaqnozu, bütün autoimmun xəstəliklərdə bu var. Araşdırma tələb eləyir. Diaqnozun təsdiqi, HLA-B27 müsbət olanda, pozitiv olanda hansı hallar baş verə bilir, mənfi olanda hansı hallar baş verə bilir. Bir 10-15 il bundan qabaq deyirdilər ki, HLA-B27 əsas göstəricisidir. Ancaq sonra da məlum oldu ki, HLA-B27 olmayan xəstələrdə də ankilozlaşan spondilartritin aşkarlanması... Bu genetik taramalar testləri nədir? Bəli, mümkündür. Yəni, genetik laboratoriya belə bəzən orada gücsüz qalır onun diaqnostikasında. Bu xəstəliyin diaqnostikası. Əsas bunun qızıl diaqnostikası MRT və yaxud da rengenoloji, radioloji ümumiyyətlə görüntülərlədir. Bu genetik analizlər diaqnostik məqsədlə aparılır, yoxsa... Ancaq diaqnostik. Xəstəliyin gedişatında biz nəzarət edirik onurğada fəqərlərin hərəkətliyinə və iltihab göstəricilərinə. İltihab göstəricisi remissiyadadırsa, sonradan artıq başlayırıq orada zədələnmiş oynaqların müalicəsinə. Bu xəstəlik başlanğıçda bel nahiyəsindən o qədər güclü ağrılar tutur ki, xəstə sadəcə bir robotik yeriş hərəkət nümayiş etdirir. Biraz artıq bir ildən artıq bu xəstəliklə gəzən insanda ki, yaşamaq məcburiyyətində qalıb bir ildir iltihab proses düzgün müalicə almayıb, remissiya alınmayıbsa, onun artıq yerişindən, kənardan gələndə bilinir ki, bu ankilozlaşan spondilartrit xəstəsidir. Amma məsələ o bir ilə qədər necə həll olunur? İltihab göstəriciləri bəzən indi 19-20 yaşında, 25 yaşa qədər bu halına rastlaşanda birinci ankilozlaşan spondilartritdən şübhələnmək olur. Amma təsəvvür edin ki, bu cür ağrılarla xəstə 35-40 yaş arasındadırsa, ilk öncə artıq ankilozlaşan spondilartritdən deyil, digər bəzi başqa problemlərdən də şübhələnmək məcburiyyətində oluruq. Ona görə biraz diaqnostik metodlar daha şaxəli aparılır ki, xəstəyə düzgün diaqnoz qoysun. Elə mənim hər belim ağrıyır deyənə ağrı kəsici vermək və yaxud da ki, iltihab əleyhinə dərman vermək də olmaz. Çünki sabah oradan başqa bir daha ağır onkoloji problemlə tutmuş nə desəz aşkarlana bilər, çıxa bilər. Məsləhətdir ki, ağrını kəsmək deyil, elə ağrıya-ağrıya həkimə. Mən hər zaman bəli, ağrıya həkimə müraciət olunduqda həkim heç olmasa istiqamət verilir. Və yaxud da ki, güclü ağrı kəsicilərdən istifadə edib həkimə gəlir. 2 gün öncə bir cavan oğlan gəlib, məsəl üçün düzdür, orada ankilozlaşan spondilartrit Bexterev deyildi, başqa problem idi. Çox güclü bir ağrı kəsici dərman iynəsindən istifadə edib, gəlib yanıma. Deyirəm, bəs niyə vurdun gəldin ki, onsuz gəlirdin də? Deyir, yeriyə bilmirdim ona görə. Yəni, başa saldım ki, elə həkimə də o lazım idi də. O cür halda hətta xəstənin yerişindən belə təxminən həkim artıq diaqnozu formalaşdırır başında. Amma xəstə gəlir tam sağlam, ayaq üstə durur, heç bir yeri ağrımır. Müayinələrdə ağrılı nöqtəni tapmaq olmur. Bu da biraz xəstənin diaqnostikasını çətinləşdirir müəyyən məsələdir. Ağrılar miqrasiya edirmi? Ağrılar miqrasiya, onurğa boyu miqrasiya eləyə bilir. Hətta, məsələn, bəzən işalgik ağrılar da, üz aşağı da ağrılar verə bilər, amma çox az hallarda bir tərəfli iliosakral oynaqda hansısa əvvəldən problem olmuş olanda o halda daha çox rast gəlinir. Bu xəstəliyin diaqnostikasında bir yayındırıcı, çaşdırıcı bir məsələ də var ki, xəstə deyir, belim ağrıyır, ilkin etapda gedir bel ağrısı ilə hansısa həkimə, həkim göndərir bunu MRT müayinəsinə.
heç bir qan təhlili yox. Bilirsiniz də, elə xəstənin üzünə bax. İltihab göstəricilərini araşdırmırlar. Vay o gündən ki, orada da bir protruzya tapılsın və yaxud yırtıq tapılsın. Heç baxırsan ki, o yırtığın ağrıya səbəbi yoxdur, sıxmır da. Sinir ucunu belə sıxmır. Sənin belində yırtıq var, mütləq səni müalicə eləmək lazımdır, fizioterapiya göndərmək lazımdır. Qanın göstəricilərinə də baxan olmuyor, C-reaktiv zülal 50-nin 60-ın üzərindədir və burada da o cür qan göstəriciləri ilə də iltihab proseslə də fizioterapevtik isti aplikasiyaların olması əks göstərişdir. Xəstə biraz da ağırlaşmış formada gətirirlər üstümüzə. Elə xəstə artıq gəlmir, onu gətirirlər. Elə vəziyyətlər. Ona görə deyirlər, getdim fizioterapiya faydasını görmədim. Niyə görməliydin ki, orada uzun xəstə deyil. Daha da ziyanın gördün. Əksinə ziyanın gördün. Hər xəstəni ilə belim ağrır. Necə risk eləyirlər? Həqiqətən üsyan eləmək istəyir insan. Yəni sən bu işi bilmirsən, ətraflı müayinə aparmamısan, klinikadan xəbərin yox, anamnez doğru şəkildə deyil, diaqnostik əhəmiyyət daşıyan heç bir nəticə yox, diaqnozu doğru qoymadığın halda sən necə bu insanı fizioterapevtik müalicə metodlarına cəlb eləyə bilərsən? Hələ fizioterapiya ayna dursun. Hələ filan iynəni vuracağım, sən 10 il, 15 il ağrımayacaqsan və ona da bir garanti verirlər. O həkimin o xəstəlikdən xəbəri yoxdur ki, burada sən xəstəlik necə baş veribdən xəbəri olmur deyə elə bilir ki, elə mən bu iynəni vuranda bu 10 il ağrımır. Yoxdur belə bir şey. Xəstəliyin diaqnozundan bu həkimin başı çıxmırsa, etiologiyasından, patofiziologiyasını bilmirsə, yəni burada onun ağrısını kəsmək, ola bilər kimdəsə bir 100 xəstədən, 10 xəstədən birində hansısa nəticə alınsın. Onunla iş düzəlmir. Tibb biliminin tərtib elədiyi protokol var. Hələ bu günlərdə Allaha pənah müalicə alanlar var, Allaha pənah zəli qoydum, Allaha pənah. Bexterov xəstəsini zəli ilə, nə bilim, banka ilə müalicə eləyənlər var ki, yəni o qədər absurd nəzəriyyədir ki, iltihabı xəstəliyi banka ilə, zəli ilə müalicə eləmək, yəni hansı şuurun məhsuludur, mən bilmirəm. Yəni orada ümumiyyətlə tibbdən tamamilə xəbərsiz olmalıdır insan ki, bu cür bir şeylər düşünsün. Onu xəyalından belə keçirmək artıq cinayətdir. Yəni onu eləmək aynə dursun. Onu düşünmək belə absurd nəzəriyyədir. Və bu xəstəlikdə ağırlaşmaları o qədər ağır nəticələrə gətirib çıxarır ki, gətirib birinci qrup 50-liyə çıxara bilir. Cavan, məsəl üçün 19 yaşında, 20 yaşında başlayır xəstəlik, kəskin gedişli formadırsa, artıq 25 yaşında birinci qrup 50-liyə qədər gətirib çıxara bilir. 4-5 ilə, qısa bir müddət, hətta 3 ilə 50-liyə gətirib çıxarılan xəstəni görmüşəm. Amma bu xəstəliyi necə qurtulmaq olar? Bunun qurtulmaq qaydaları çox bəsitdir. Birinci qaydası düzgün müalicə almaq, dərman müalicələri. Sonradan isə başlamaq lazımdır xəstənin ağrıyan oynaqlarını, zədələnmiş oynaqlarının bərpasından. Bexterov xəstələrinin bir belə özəl spesifik xüsusiyyəti var ki, bel nahiyəsində iliosakral oynaq nahiyəsində uzun müddətli ağrılar olur. Həmin nahiyə kütləşir, keyləşir. Tam bitişdikdən sonra, ankiloz baş verdikdən sonra, ankiloz nə deməkdir? Yəni, həmin oynağın heykəlləşməsi, tunçlaşması, tam bitişməsi. Tam bitişmə baş verdisə ki, artıq geri dönməz prosesdir. Orada həmin nahiyədə ağrı olmur. Xəstəlik keçir digər sağlam oynağa, üst fəqərələrə və yaxud da ki, but çanaq oynağına. Hansı oynaqda ki, hələ ağrılar varsa... İltihab deyək də. Bəli, iltihab keçir digər sağlam oynağı zədələməyə. Sağlam oynağı da zədələyir bir neçə ilə. O da ankilozlaşandan sonra artıq orada da ağrı olmur. Keçir digər sağlam fəqəriyə. Məsələn, deyir, əvvəl belim ağrıydı, o zaman ağrılar sağlam oynaqda olur. Bəli, yox, hələ geri dönüşü olan, sağlam deməyək, zədələnmiş, amma geri dönüşü olan oynaqlarda. Tam ankilozlaşmıyor. Tam ankilozlaşmamış. Ağrının olması o deməkdir ki, həmin oynağı hələ həyata qaytarmaq olar, geri dönüşü var. Bu oynağın, yəni hərəkətlilik əldə etmək mümkündür. Yox, elə tək ağrımasın deyib ağrı kəsicilərlə sakitlik dövrü istəyirlərsə, bütün oynaq bitişə-bitişə gedir və xəstə gəlib ankilozlaşma, tam ankilozlaşma, yəni birinci qrup 50-liyə gətirib çıxarır. Az öncə dedik, ağrıya həkimə gəl. Bəli. Ağrının səbəbini araşdırmadan ağrı kəsicilər, iynələr, vurdurma. Bax, bu idi, məsələ budur. Ağrı kəsici dərman. Steroid iynələr və s. Bəli, ağrı kəsicilərin məsələsi, bəli. Xəstəlik istəmir. Amma altda yatan səbəbi araşdırıb müalicəsini ala biləriksə, tam olmasa da remisiya dövrünə girə bilərik. Bu şansı qaçırırıq. Xəstə əgər ömür boyu sağlam həyat tərzi sürürsə, yaşıtları kimi hərəkətlər eləyə bilirsə, ankilozlaşmır, 50-liyə gətirib çıxarmırsa,
elə bu sağalmaq deməkdir. Yəni xəstəliyin sağalması budur ki, yəni xəstəlik sizi gətirib əlilliyə çatdırmadı. Burada xəstəlik bizlə necə mübarizə aparırsa, biz də xəstəliklə o cür mübarizə aparırıq. Sadəcə ağrı kəsicilərlə yaşamaq xəstəliyə tabe olmaq deməkdir ki, artıq mən təslim oldum xəstəliyə. Xəstəlik nə bilirsə məndən eləsin, haranı bitişsin, hansı oynaq sıradan çıxsın, tək ki mən ağrımayım. Ağrı kəsicilərlə yaşamaq bu deməkdir. Tək ki ağrımayımla da iş bitmir. Əvvəla bu xəstələr ömür boyu aktiv həyat tərzi sürməlidirlər. Həyat tərzi başqaları, öz yaşlıları kimi ola bilməz. Oturaq həyat tərzi keçirirlərsə, mütləq qaydada hər bir 2 saatdan biri, heç olmasa 5-10 dəqiqə aktivlik dərəcəsini artırmaq üçün hərəkətlər etməlidirlər. Fiziki işlə işləyən insanlar varsa ki, deyirlər ki, mən bütün günü hərəkətləyəm, bu idman hərəkəti deyil. Orada onun spesifik hərəkətləri var, hansı ki, fəqərələrin bir-biri arasında hərəkətini təmin etmək və iliosakral oynağın hərəkətliliyini təmin etmək. Bunu mütləq təmin etməlidirlər ki, orada bitişmə, ankilozlaşma baş verməsin. Yəni, bu xəstəliklə biraz ciddi, həqiqətən də əvvəldən ankilozlaşma baş verməmiş, bizim nəzarətimizdə olan bütün xəstələrimizin heç birində ankilozlaşma baş verməyib. Heç birdən oynağında da bitişmə yoxdur. Tamamilə normal yaşayırlar. Doktor, siz həkimlərdə başa düşmək olmur, Nə barədə? Çox hərəkət elə deyirsiniz, amma bu hərəkət sırasında aşırı hərəkət eləyənlər var. İdman və ya fərq etməz. Yəni o sırada travma almaqdan sığortalanmamışıq. Dediyiniz o B27 və s. bu onun xəbərimiz yoxdur, daşıyıcısıyıq. Düzdürmü? Belə bir problem var. Alacağımız indi ehtimallar var da travmanın həmin o geni provokasiya etməsi. Bəli, travma, əvvəlki travmalar var ki... Travma alıb almayacağımı nəzərdə tutaraqmı həyatımı yaşayım, yoxsa rahat, hərəkətsiz, stabil bir həyat yaşayım? Belə yerdə Şeyx Nizami nə deyib? İnci saflığı varsa da suda, artıq siləndə dərd verir o da. Yəni, hər şey yerində gözəldir. Bütün profesional idmanla məşğul olanların... Amma biraz xaos yaranır da, doktor. Yox, yəni burada profesional idmanla məşğul olmaq başqa şeydir. Gimnastik hərəkətlər tam fərqli. Məlum məsələdir ki, heç kim həyatda travmadan sığortalanmayıb. Heç idman eləməyən adam da elə yolla gedəndə ayağı büdrəyə bilər, yıxıla bilər, pilləkəndən yıxıla bilər və yaxud kimsə zarafatla büdrədə bilər, yıxa bilər. Və yaxud da ki, hansı idmanla məşğul olanda əlindən nəsə çıxa bilər, ayağına düşür. Yəni, travmadan %100 sığortalanmaq mümkün deyil. Ona görə də mən travma ala bilərəm deyib idman etməmək, bu bilirsiniz nə deməkdir ki, su içməyim, birdən boğulub ölərəm. Yəni, bu qədər absurddur da, yəni bu da yol verilməzdir. Yox, deyirəm, yəni ehtimallar var. Bəli, ehtimalı var. Bu ehtimallar var. Ehtimal varmı? Bəli, var. Amma burada ehtimal nəzəriyyəsində həmişə nə var ki, az ehtimal olunan, çox ehtimal olunan. Az öncə dedik, hərbi xidmətə gedilər. Orada da istərsəməz hərəkət, aktivlik. Bu da provokasiya edə bilməz? Bilər. Demək ki, səbəb kimi göstərilə bilər? Yox, səbəb kimi. Çünki o provokasiya olmasaydı da 5-6 ildən sonra hansısa bir səbəb olacaqdı. Provokasiya oldu, olmadı. Baş qaldırırmı günün birində? Bu xəstəlik elə xəstəlikdir ki, hələ provokasiya baş verməyib, başlanğıc yoxdursa, bu xəstəliyin heç bir müayinəsi yoxdur. Nə müayinəsi eləsən, hamısı normal çıxacaq. Yox, irsi ötürülür, amma irsi genetik faktor bəzən aşkarlanır. Tapa bilmərik bunu? Yox, B27 olan xəstə hələ bu ankilozlaşan spondilartrit demək deyil. Psoriatik artrit də ola bilər, onun daşıyıcısı da ola bilər və yaxud da ki, rengenə salsan, MRT eləsən, tamamilə normaldır. Bəli, ona görə salınmır. Bilirsiniz, B27 çox adamda müsbət çıxa bilər. Onu önləmək mümkün deyil və yaxud da ki, qarşısını almaq ki, mən bunu yoxladım deyə, bəli, baş verən xəstəlik başlanğıcdan sonra, diaqnoz qoyulduqdan sonra digər şeyləri önləmək mümkündür. Amma xəstəlik baş vermədən onu önləmək, qarşısını almaq ki, bu olmasın. Bunun hələ ki tipdə bir çarəsi tapılmayıb, bir çarəsi yoxdur. Amma xəstəlik tapıldıqdan sonra, bəli, onu önləmək, qarşısını almaq, vaxtı-vaxtında müayinələrdən keçib, hətta ağrısı olmadıqda belə xəstələrə deyirəm ki, məsəl üçün, xəstələr var ki, 5-6 ay, 1 ildir heç bir müalicə də alınmır, dərman da qəbul edilmir, tam remisiya mərhələsindədir, normal yaşlıları kimi yaşayır. Amma tapşırıram ki, mütləq 3 aydan bir, 6 aydan bir, orada 2-3 dənə qan analizini yoxlatdırıb mütləq əmin olmalıdırlar ki, bu xəstəlik təkan faktoru baş vermir və təkan bu ataka dövrünə keçməyib. Çünki xəstəlik başlandıqda 1-2 gün qabaqdan, 1 həftə qabaqdan, bəzən 1 ay əvvəldən
ləngedişli formalarda bir aydan da çox dövrdə qanda göstəricilər artıq qalxmağa başlayır və xəstə bunu bəzən hiss eləyir, bəzən hiss eləyə bilmir. Əgər ara-sıra ağrı-kəsici dərmanlar qəbul edən insandırsa, bunu hiss etmir. Ancaq o vaxt hiss edir ki, artıq qanda göstəricilər hədsiz yüksəlib, çox kəskin artış var və bu zaman artıq hansısa ətrafda tutulma və yaxud da ki, ağrılar baş verir ki, bu xəstə həkimə müraciət edir. Amma ən əsası odur ki, bu cür insanlar həmişə, bax, mənə sual verənlər də əsas odur ki, mənim kürəyim əyilib, bu xəstəlik ağırlaşanda artıq bir qozbellik baş verir, spesifik bir xüsusiyyətdir, bu bambuk sindromu baş verir, bambuk ağacına bənzəyir onurğa, rengenoloji olaraq və döş qəfəsi önə doğru əyilir və geri dönməz proses baş verir, dilənçi pozası deyilir, onun elmdə adı dilənçi pozasıdır. Bu halda belə bəzən tam ankilozlaşmamış həkimə müraciət elədikdə tam olmasa da tama yaxın açılma əldə etmək mümkün olur. Xəstəni həyata qaytarmaq mümkün olur. Çünki çox eybəcər bir forma alır. İnsan kürək geriyə qabarmış, kifoz dərinləşir. Boyun məcburi forma alır. Dizlər yarım bükülmüş vəziyyət. Bir dilənçi pozası alır xəstə. Və bu pozada da təsəvvür edin, cavan oğlan o cür pozada xəstənin həyatı qaralır da bir növü. Amma xəstədə nə qədər ki, o oynaqlarda hələ ağrı varsa, onların bütün ağrıyan oynaqları geri qaytarmaq mümkündür. Sağaltma, yəni sağlamlığına qovuşdurmaq mümkündür. Biz xəstəliyi müalicə edirik o zaman. Bəli, biz xəstəliyin remisiya aldıqdan sonra iltihabı proses fonunda... Xəstəliyi müalicə eləmirik də, simptomlar aradan qaldırılır. Xəstəliyin müalicəsi aparılır, remisiya alındıqdan sonra ki, remisiya dövrüdür, iltihab yoxdur. Bəli, başlayırıq... O remisiya deyəndə biz nəyə alırıq? Xroniki iltihabı aradan götürürük. Bəli, iltihabın sakitləşmə dövrü. Bunu əvvəlki dövrlərdə eləyək də, qan analizi verərək xroniki iltihabın varlığına xəbər tuta bilmərik. Tuta bilərik, amma ondan ötürü həkimə getməlidir. Vaxtında həkimə getmək lazımdır ondan ötürü. Bəli, autoimmun... Bir dəqiqə, immun sistemi sadəcə onurğaya hücum eləyir? Yox, immun sistem deməyək də, burada immun sistemin çaşması deyək, normal hüceyrələr bir-birini dağıtması deyək. Olsun da, immun hüceyrə. İmmun hüceyrə sadəcə onurğaya hücum eləyir? Ankilozlaşan spondilartritdə bəli, bir də bu çanaq oynaqlarına. Onurğa tam ankilozlaşandan, tamamilə fəqərələr dağıldıqdan... Ankilozlaşmadan öncə, doktor, xroniki iltihabdan danışırıqsa, bu zaman hücum ağrılar iliasakral oynaqda... Digər oynaqlara hücum eləyirmi? Əksər, çox nadir hallarda... Orqan toxumalara hücum eləyirmi? Toxumalarda xeyr. Xroniki iltihabı aşkarlamaq mümkündür. Bəli, qan analizi ilə. O zaman artıq biz xəstəlik baş qaldıranda xəbər tuturuq. Bəs mən onu deyirəm ki, vaxtında müraciət edəndə heç bir oynaq zədələnmədən, xəstəlik... Heç mi mümkün deyil? Xeyr, xəstəlik baş verdikdən sonra belə, xəstə aylarla, illərlə deyir ki, ay həkim, belimin ağrısından ölürəm. Burada və yaxud da ki, gedir Türkiyə çarə bel ağrısı götürənlərin yanına bir dənə qan analizi verən yoxdur ki, baxaq görək bu yazıq niyə ağrıyır, nədən ölür. Elə bel müalicə edirlər, orada protruzya müalicə edirlər. Bilirsiniz də bu saat elə yerindən duran, başı çıxdı, çıxmadı, hamı onurğa müalicə edir, hamısı oynaq müalicə edir. Heç oynağın hərəkət oxu neçə dərəcə, hansı tərəfə əyilməlidir? Hərəkət oxu deyirsən, gözün döyür ki, bilmirik ki, hərəkət oxu nədir, amma oynaq müalicə edir. Bir dənə bir şey çıxıb deyir, onu oynağına vuracaq, ağrısı kəsiləcək. Yoxdur belə bir dünya. Elə ağrı var ki, onu ümumiyyətlə kəsmək olmaz. Onu kəsmək xəstəliyin ağırlaşması deməkdir. Və yaxud da ki, ankilozlaşan spondilartritdir, kəskin ağrını kəsmək üçün bir də görürsən, hormonal dərman preparatlarından istifadə edirlər. Yoxdur, dünyada belə protokol yoxdur. Hormonal dərman preparatını ankilozlaşan spondilartritdə istifadəsi olmaz. Gedişatına təsir göstərir və müalicənin gedişatına digər, məsəl üçün, autoimmun xəstəliklərdə bəli, hormonal dərman preparatlarından kurs müalicədə iltihabı tormozlamaq üçün istifadə olunur. Amma ankilozlaşan spondilartritdə yox. Şükür Allah ki, bu saatları da tibbdə onun xüsusi spesifik müalicəsi tapılıb. Interleukin 17-nin blokatorları və interleukin 17-ni tam blokada eləməklə çox uzun müddətli remisiya alıb xəstəliyin normal həyata, normal yaşayışa gətirib çıxarmaq, ona normal yaşayış bəxş etmək mümkündür. Artıq mümkündür. Əvvəl elə xəstə ağrı-kəsicilərlə yaşamaq məcburiyyətində qalırdı və yaxud iltihab eləyən digər metatrixat və yaxud o tərkibli dərmanlardan asılı qalırdı. Asılı deməyək, yəni ona möhtac olurdu. Amma bu saat elə deyil. Burada spesifik xüsusi müalicələr var.
interleykin 17-ni blokada eləməklə xəstənin həmin iltihab mediatorunu blokada olunur və iltihab baş vermir. İltihab baş vermədisə artıq ankilozlaşma da yoxdur. İnkişaf eləmir daha. Xəstəlik inkişaf eləmir. Hansı oynaqda da zədələnmə baş veribsə həkimə gedənə qədər, onun müalicəsi aparılır, oynaq işlədi, hər şey qaydasında. Deməli, bu insan normal, ömür boyu normal yaşayacaq. O vəziyyətdə yaşayacaq, Normal o vəziyyətdə, yəni normal ağrısız yaşayacaq. Sadəcə həmişə biləcək ki, bu xəstəlik ömrü sağalmayıb. Vaxtı-vaxtında müayinələr aparılmalıdır, vaxtı-vaxtında lazım olan müalicələr aparılmalıdır ki, digər ankilozlaşan spondiloartrit xəstələrinin vəziyyətinə gəlməsin. Tam normal, bütün işini də görür, ailə həyatı da qurur, hər bir işi də qaydasında, hər bir hərəkəti də eləyə bilir. Doktor, bu xəstələr müxtəlifdir. Məsəl üçün, bir Bexterif xəstəsi digərinə bənzirmi və ya bənzərlik varmı? Bir çox hallarda bənzərliklər var. Gedişatında biraz fərqliliklər var. Nədədir? Fərqli əsas gedişatındadır ki, kəskin forma, yarım kəskin forma, bir də ləhk gedişli formadır. Məsəl üçün, Siz dediniz ki, çoxalan xəstələr sırasında Bexteri müşahidə edirəm. Hansı fazadadılar? Yox, əsasən yarım kəskin formasına daha çox rast gəlinir. Amma ləhk gedişli forması, deyərdim ki, bu xəstələrin ən xoş gedişli formalardır. Amma onlar da, o ləhk gedişli formalarda bir çatışmayan iş odur ki, ən gec müraciət edənlər, ən gec fazada, ankilozlaşmış, ağırlaşmış formada müraciət edənlər o ləhk gedişli formalardır. Kəskin gedişli formalar daha tez müraciət edirlər. Sonra yarım kəskin gedişli formada, amma rast gəlmə tezliyinə görə o yarım kəskin gedişli formasına daha çox tez-tez rast gəlinir və əsas da suallar ondan daha çox olur. Amma İltihabın sonlanması, bu xəstəliyin bir şey də qeyd edeyim, bayaq verilişimizin əvvəlində depressiyadan bir kəlmə dedim ki, bu xəstələr daha çox özünə qapanma, depressiyaya meyilli olurlar və hətta bizim bir xəstəmiz var ki, onun fəqərlərinin açılması, qamətinin düzəldilməsini təklif eləsəm də, hardansa beyninə yeridib ki, mən onsuz da nə vaxtsa əməliyyat olunmalıyam, bunu sındırıb düzəltməlidirlər, bu müalicə ilə düzəlməyəcək, elə ona görə də qoy qalsın elə o vəziyyətdə, yavaş-yavaş büküləndən sonra gedəcəm bunu əməliyyat elətdirməyə. Bütün hallarda əməliyyata göstərişlərdən biri də xəstənin istəyidir. Amma bütün hallarda da əməliyyat sonuncu həddir. Heç bir müalicə vasitəsi kömək etmədikdə, heç bir remisiya alınması mümkün olmadıqda hansısa orqanın, hansısa oynağın əməliyyatından söhbət gedə bilər. Amma bu halda, bu xəstəlikdə tam ankilozlaşma yoxdursa, yenə də qeyd edirəm ki, həmin oynağın tam bitişməsi nəzərə alınmırsa, hətta oynağı bükülüb, tam bükülmüş xəstələrdə belə 2-3 fəqərədən birində minimal bir hərəkətlilik əldə eləyib, orada nisbətən qamətini düzəldilib, onu cərrahi əməliyyatdan və yaxud da ki, tamamilə bükülüb ankilozlaşmaqdan qurtara bilirik, qurtarmışıq belə xəstələrimiz, yəni onlarla belə xəstələrimiz var. Hansı ki, hətta ağır vəziyyətdən belə onun biraz düzdür, bərpa olunmur, amma həyat tərzini yüngülləşdirib, həyatını yüngülləşdirə bilirik. Oynaqlar işləyir, ətraf oynaqlar qəddini nisbətən qaldıra bilir, düzəldə bilir və həyatın gözəlliklərindən bir ləzzət ala bilir də. Daha bütün günü evə qapanıb, evdə özünə qapanıb, niyə mən belə oldum demir. Əgər ağrı varsa, hər zaman təkrarlayırıq. Qalıcı deyil, amma bu ağrını siz kəsə bilməzsiniz. Həkim məsləhəti olmadan bu addımı atmaq doğru bir şey deyil. Ağrı müxtəlif səbəbdən yarana bilər. Həkimin bəhs etdiyi o strukturda bir çox əzəllər var. Skelet əzələdən, o sistemdən danışırıqsa, orada bağlar, fasciyalar, oynaqlar və s. Yəni o qədər xırdalıqları, incəlikləri, anatomik bilgiləri struktural olaraq sadalanmaq olar ki. Ankilozlaşma, yəni ağrı indi hansı səbəbdəndir? Bir günə əmələ gəlmir. O ətraf vətərlər bağlarda iltihablaşır. Və ya lokal deyil, ağrını orada hiss edirik. Bəli. Və o elastikliyini itirir. O vətərlər, əzəllər, bağlar elastikliyini itirir. Fəqərlər bir-birinin arasında hərəkət eləyə bilmir. İliasakral oynaq hərəkət eləyə bilmir. Çünki iltihab orada... Və nə olur? İltihablanma yaranır. Və məhdudluq nəticəsində də bitişmə baş verir, ankilozlaşma. Bizdə iltihab deyəndə ağlımıza nə gəlir? İnfeksiya. Bu qeyri-infeksiyon iltihabdır. Xeyr, bu infeksiyon iltihab deyil. Gedişatına görə, formasına görə qan təhlilləri ilə asanlıqla onun infeksiya olub olmadığını aydınlaşdırmaq olur. Amma vərəm və ankilozlaşan spondiloartritin başlanğıc fazasında bir-birlərinə, gedişatına görə, bənzədiyinə görə, çünki hər ikisində ilkin etapda sakroilit orada şübhəsi yaranır və onu diferensiyasiya eləmək məcburiyyətindəyik. Məcburiyyətindəyik, amma çətinlik hardadır? Doktor, beynim qarışdı, bir-iki dəqiqə.
İki dəqiqə fikrimi konkretləşdirim. Autoimmun xəstəliklər deyirik, qeyri-infeksiyon iltihabı xəstəlik deyilmi? Bekterik xəstəlik autoimmun xəstəlikdir. Bəli, autoimmun xəstəlik. O zaman niyə biz onun yaranma səbəbləri sırasında az öncə dedik, kəskin və xroniki infeksiyon xəstəliklər səbəbilə provokasyon amil kimi göstərdik? Zamanla immun statusunun dəyişməsi. Demək olar ki, onlar provokasiya var, amma çox o qədər az ehtimal. O zaman davam edeyim. Az ehtimal olunan məsələdir. Provokasiya olunan faktorlardan biri kimi az ehtimaldır. Burada daha çox psixoemosional faktorlar təkan faktoru kimi daha çox rol oynayır. Yox, aydındır. İndi demək istədiyimiz nədir? Yəni, doktor, mən sizin bütün dediklərinizə dəstək olaraq cümlələrimi söyləmək istəyirəm ki, ağrını kör-köranə kəsməyin. Qətiyyən olmaz. Orada iltihab hansı səbəbdən yaranıb, onu araşdırmaq lazımdır. Yeni araşdırmırsınız. Yox, burada Ümumdünya Səhiyyə Təşkilatının və EOların qərarı ilə burada o protokola daxil deyil. O olmasa da siz araşdırmırsınız, doğru müalicə taktikası təyin etmək üçün. Araşdırılır, onun protokol üzrə araşdırılma ardıcılığı var. O ardıcılıqlar üzrə aparılır, mütləq qaydada. Həm də qısa yoldan getmiş olaraq. Mütləq qaydada araşdırılır, hansı etapda hansı faktorlar yoxlanmalıdır, nədən sonra nə, hansı neçə aydır ağrımasına asılı olaraq rengenoloji və yaxud da MR müayinəsi olmalı. Şübhəmiz varsa, bu geni yoxlatdırmağa məsləhət verə bilərsiniz. Ola bilər. Tövsiyə eləyə bilərsiniz. Bəli, əgər şübhə doğurursa, rengenoloji və yaxud qan analizində təhlillərdə belə şübhə varsa, bəli, yoxlanılması məsləhət görülür. Ağrını kəsdim. İltihab azaldı demək deyil. Autoimmun problem baş qaldırıbsa, bədən öz-özünə düşmən kəsilib. Ağrını kəsməklə onun qarşısını ala bilməzsiniz. Bütün orqanizm altı üstü olur və burada hücum yalnız onurğaya deyil, digər oynaqlara da baş verir, orqanlara da baş verir. Yanlışlıqla müalicə alanlar var. Elə hər ağrıyan yerinə ağrı kəsici vursun və ya Allah səhkim ölsün. İltihab var deyib antibiotik vurduranlar var. Ankilozlaşan spondilartritdə, revmatoid artritdə, revmatoid artrit, revmatizman var deyir, iltihab var da deyir, antibiotik vurdur. Vallahi yəni bu biraz belə bəzi elə nüanslarla birdən rastlaşırıq ki, acınacaqlıq yox, ağlamalı nüanslar. Bəxtinizə də ən ağır xəstələr gəlir, terapevtik xəstələr. Bilirsiniz, aydın məsələdir. İndi ixtisasına görə həkim olanlar çoxdur. Çıxır reklama deyir ki, mənim üçün ağrını bir iynə ilə aradan qaldırıram. Başa düşürəm. Alqoloqdursa alqoloji müdaxilələr biz bir söz deyə bilmərik. Vacibliyi varsa kəskin hallarda, təcili hallarda, onkoloji xəstəliklərdə və s. dözülməz vəziyyətdə, yəni alqoloqun müdaxiləsinə heç kəs qarışa bilməz. Amma digər hallarda həkimin də az öncə dediyi kimi sehirli bir iynə kimi hər hansı bir dərmanı göstərim, ağrıyan nahiyyə vurum. Bu sağaldacaq bunu. Ümumi orqanizmdə illərdir özümüzlə miras daşıdığımız, hətta üstəgəl gen də var, o iltihabı aradan qaldırmayacaq. Ağrı azalacaq və həkimin dediyi kimi o daxildə o problem getdikcə irəliləyəcək. Daha da irəliləyəcək, daha da ağırlaşacaq. Günün birində nə olacaq? Və oynaqlar bitişəcək, robotik bir vəziyyət alacaq, ümumiyyətlə tərpənə bilməyəcək və xəstə sağa sola dönə bilmir, ancaq gözü ilə baxır. Ancaq gözü o dərəcədə. Bəli, boynu da tərpədə bilmir. Bütün fəqərələr bitişə-bitişə gedir. Bütün fəqərələr. Xəstənin çağıranda tam korpusla çevrilir belə sağa sola. Daha çox da gənclərdə olur. Daha çox da gənclərdə olur. Yəni gənc yaşından da gətirib o vəziyyətə çıxarda bilir. Və o vəziyyətdə də kimsə bir də görsən çıxır, deyir ki, qonşuda filan kəs belə olmuşdu, zəli qoydur, düzəldi, sən də gəl aparaq zəli qoyaq və yaxud da kürəyinə bir hardansa kimsə çıxıbdır, bunu banka qoyacaq, bunu sağaldacaq. Yəni o xəstəliyin nə olduğunu bilməyən insan və yaxud da ki, beli ağrıyırdı, gedək belini dartdıraq. Bilirsiniz nə qədər rast gəlir, ankilozlaşan spondilartrit xəstədir, dedim, neçə ildir belimdə yırtıq var, yırtıq müalicəsi alıram. Bir dəfə bir qanla nazə verən olmuyor. Bir dəfə yırtıq müalicəsi ümumiyyətlə absurd deyil, yırtıq müalicəsi. Yırtığın konkret protokolla müalicəsi var və rotasyon yırtıqlarda nə olmalıdır, kompensator yırtıqlarda nə olmalıdır. Yəni bu artıq konkretdir burada məsələ. Hansısa bir sehirli bir kimsə əli ilə dartdı, çıqq elədi, güya ağrısı kəsildi. Bir çıqqla ağrısı kəsiləcəksin, ondan ötürü həkimə getmək lazım deyil. Onu evdə hansısa gimnastik hərəkətlə də o çıqqı eləmək mümkündür də. Yəni orada onun yırtığa dəxli yoxdur. Güya yırtığı saldı yerinə. Yəni o yırtığın nə olduğunu bilməyən adam o sözü deyə bilər ki, hə, mən əlimlə yırtığı yerinə saldım. Əgər elə bir söz deyirsə, deməli yırtığın nə olduğunu bilmir. Və yaxud başqa şeylər də onun kimi. Bu ankilozlaşan spondilartritdə ən böyük çətinliklər orada törənir ki, bəli, hələ iltihab orada eraziv sahələr əmələ gətirməmiş, gedir MRT-yə, belim ağrıyır deyir, orada 2 dənə yırtıq tapılır və yaxud protruzya tapılır, başlayır aylarla, illərlə onu müalicə elətdirməyə ki, mənim belimin ağrısının səbəbi güya odur.
Amma gizli surətdə lardoz tamamilə düzləşir, iliosakral bitişir, artıq tərpənə bilməyəndə gətirirlər. Orada da artıq hansı oynaq tam ankilozlaşıbsa, yenə də təkrarlayıram. Yəni, tam ankilozlaşmış oynağın geri dönüşü yoxdur, geri dönməsi mümkün deyil. Ancaq digər hələ ki ağrıyan, hələ ağrımaqda olan, az da olsa, ağrıya-ağrıya da olsa hərəkət edə bilən oynağı, fəqərəni biz xilas edə bilirik, geri qaytara bilirik, hərəkətliyini bərpa edə bilirik və o fəqərələrin hesabına da insanın hərəkətliyini, onurğasının hərəkətini, həyat tərzini nizamlayıb, həyatını gözəlləşdirib, normal yaşam, iş şəraiti bəxş edə bilirik. Tibbdə o qədər incəliklər var, danışsaq zaman yetməz. Bu genin varlığından xəbərimiz varsa, tibbdə bundan xəbərimiz varsa, niyə bizə bu məsləhətləri ötürmürlər? Yəni, bu məsləhəti bizə ötürsünlər. Əgər proqrama salınmayıbsa, bəlkə mən özümün ailə proqramıma salacağam. Mən gedib baxmaq istəyirəm. Elə gərək sümük oynaq əzələ skelet sistemində bir iltihaplanma, alovlanma baş versin. Mən əyilim, bükülüm, donum, daha sonrasında gözümdə üveyit formalaşsın. Sonra gəlim müalicəni doğru almaq üçün mən gedim o geni aşkarlayım. Yəni, bu qədər bəsit olmamalıdır, doktor. Siz mənə o məsləhəti ötürün. Bu qədər bəsit də deyil, yox. Yəni, o genin aşkarlanması, genin aşkarlanması, hələ o xəstəliyin olması demək deyil. Başa düşürəm. Mən bəzən rast gəlmişəm ki, o gen, təsadüfən genin aşkarlanmış insan bəzən depresiya düşür ki, məndə Bechteri var. Heç də düşməyəcəklər. Çox da gözəl qəbul edir insanlarımız. Mən sizə deyim ki, çox da gözəl maariflənirlər. Hətta o geni mən varlığını görsəm, bu dediyimiz o oynaqlarda xroniki iltihabı gedişat olmasa belə gözdə üveyit yarada bilər. Yox, yarada bilir. Yarada bilir. Yəni, ən azından sığortalanaram da, bilərəm ki, mən bu genin daşıyıcısıyam. Bilərəm. Bilsin. Bilərəm. Ağrım olanda gedib ağrı kəsici içmərəm, ya Əli-Əlizadənin yanına gələrəm, ya başqasını. Gözümdə qaşınma, hər hansı bir batma hissi, yanma, uzaq, yaxın, orta məsələ, hər hansı bir refraktiv qüsur yaranarsa, gedərəm də həkimə. Düzdür? Bir şey də qeyd edeyim, bu xəstəlik, ankilozlaşan spondilartrit, yəni Bechterev xəstəliyi, genetik olaraq psoriatik artritlə, psoriaz xəstəliyi ilə qohum xəstəlikdir. Bir-birilə və hətta bir nəsildən digər xəstəliyə bu digər formada keçə bilər. Bir nəsildə psoriatik artrit olub, digər nəslə ankilozlaşan spondilartrit xəstəliyi kimi keçə bilər. Ondan sonraki nəsildə, məsəl üçün, yenə də Bechterev ola bilər. Yəni, bir xəstəliyin, elə bu xəstəlik, biz onların hamısından soruşuruq ki, nəsildə, nəsil ağacında, babalarınızda, ulu babalarınızda belə xəstəlik olubmu? Yəni, mütləq soruşuruq. Düzdür, əksəriyyət hallarda demək olar ki, 80% hallarda hamısı cavab verir ki, xeyr, belə şey olmayıb. Amma o niyə olmayıbın səbəblərindən biri də ola bilir ki, nəsildə psoriatik artrit və yaxud da psoriaz xəstəliyi olub, oynaqda heç bir deformasiya verməyib və bu nəslə ankilozlaşan spondilartrit kimi keçib. Ona görə də bu nəslin, bu nəvənin, nəticənin o babalarındakı problemdən o qədər də xəbəri olmayıb. Amma burada artıq ankilozlaşan spondilartrit aşkarlananda evdə məsəl üçün 3 qardaşdırsa, onun ikisində bir də görsən aşkarlanıb və yaxud da ki, 3 qardaşın 3-ündə də aşkarlanıb. Və yaxud 2 əmoğlunda, o əmoğulda da var, bu əmoğulda da. Artıq əmoğuludursa, o deməkdir ki, ata liniyası ilə gəlib bu xəstəlik. Yox, bəli, xala uşaqlarının... Bilinirmi hansı xətlə gəlir? Onu tapmaq asandır, bilmək olur, bəli. Bir tərəfimdə tamaşaçılar, digər tərəfimdə həkim ordusu. Bilirsiniz, o xaos yarananda mən buna bir aydınlıq gətirməliyəm. Qısa bir izahını verim, nəyə görə mövzunu dəyişdim. Onkoloji mövzularda xəstə, əgər onkoloji xəstəliyi varsa, nə deyirik ona? Bildirməliyik, bildirməməliyik? Məncə bildirməliyik. Bildirməliyik. Niyə burada bildirmirik? Yox, burada da bildiririk. Yox, niyə? Bu insan insandır, o insan insandır. Yox, estağfurullah, burada da bildiririk, amma xəstə deyil axı. Doktor, başa düşürəm, amma ən azından deyir ki, o el arasında onkoloji xəstələrdən öz xəstəliyini gizlədirlər. Deyərəm ölər, deyərəm ürəyi partlayar, deyərəm müalicə almaz, məsəl üçün. Düzdür, onkoloji xəstələrdən gizlədirlər xəstəliklərini. Amma həkimlər deyir ki, deməlisən, deyilməlidir. Xəstə özü bilər, psixologiyasını özü başa-baş durmalıdır. O cəsarəti topladığı halda güc gələ bilər, qalib gələ bilər. Amma bu spondiloartritdən danışırıq, Bechterevdən danışırıq. Mən deyirəm, bu gen bilinir, doktor. Deyirsən, demək, o gen onda var. Yox, yəni bilirsiniz, xəstə olandan sonra, bəli, xəstəyə birinci növbədə xəstə öz xəstəliyi ilə barışmalıdır, onunla mübarizə aparmağı öyrənməlidir və onunla mübarizə aparmalıdır. Amma B27-nin olması xəstəlik olmaz.
yaşamadığına görə hələ xəstə demək, ona xəstəsən demək mümkün deyil. Yox, Hə, daşıyıcı ola bilər. Daşıyıcı Amma bu gen vardır. bəlkə qadınlarda, məsələn, qadınlarda bu xəstəlik çox az rast gəlinir, çox az. O da Daha bu çox xromosom, kişilərdir. bəli, 80-85% hallarda, 90% hallarda kişilərdə rast gəlinir. O da kişilərin zəif cins olduğuna görədir ki, xromosom biri əksik olur. Mən demədim, həkim dedi. Yox, yəni bu məlum məsələ. Əslində qadınlar zəif cins, Güclüdür qadın. bəli, zəif cins qadınlar deyil, zəif cins əslində kişilərdir. Qadınlar bu zərif. Genetik, bəli, zərifdir. Bax bu zəriflə zəifi qarışdırılır. insanlar qarışdırırlar. Hər tərəfli güclüdür qadınlar. Hər tərəf, Bunun özü də həm başqa ağrıya, bir qadının ağrıya gücü, dözümü daha çoxdur, çox güclü ağrılara tab gətirmə. Kişilərin ağrıya qarşı tab gətirməsi çox zəifdir. Həm psixoloji, emosional faktorlara qarşı, həm hormonal ziqzaq dəyişikliklərə qarşı dözümlüdürlər. Yəni uşaq dünyaya gətirməyə danışmıram. O tamamilə fərqli. Yəni o bir möhtəşəm sahə. Onun qarşısında heç bir söz qəbul Onun üçün insan tam xromosoma malik olmalıdır. Kişilərdə isə o qırıq xromosom olduğuna görə və bu xəstəlik də məhz o qırıq xromosomun hesabına kişilərdə daha çox rast gəlir. Baxın, mən sizə belə göstərim icazənizlə. Çək bunu zəhmət olmasa. 2X xromosomu. Qadınlarda, bu qadınlardadır. Qırıq xromosom bu deyil. Bu bizdə qadınlarda olan xromosomdur, 2X. İndi bax, o qırıq dediyimiz nədir? Qırığı da göstərim sizə. Qırıq dediyi də budur. Baxın, X-in bir tərəfi yoxdur. Baxın, X-in bir tərəfi yoxdur. Yəni, bu qırıq əks cinsi nümayəndələrində. Bəli. Budur məsələ. 2X və XY. Fərqimiz bundadır. Qırıq xromosomlu fərdlər. Fərqimiz bundadır. Heç kim inciməsin. Allahın yaratdığı hər şeyə qurban olun. Bəli. Doktor, təşəkkür etmək istəyirəm. Çox maraqlı və geniş, ətraflı söhbət etdik. Minnətdaram. Varmı sonda demək istədiyiniz? Vaxtında həkimə müraciət edib, vaxtında önlənildikdə, önləsələr bu xəstəliyi önlədikdə, vallahi heç bir əlilliyə də gətirib çıxarmır, depressiyada ehtiyac olmur. Xəstə sadəcə öz xəstəliyi ilə yaşamağa öyrəşməlidir ki, bu xəstəlik məndə var, mən bununla yaşamalıyam. Mən bezdim dərman içməkdən, mən bu xəstəlik hardan gəldi, məni tapdı ifadələri işlədən xəstə artıq depressiyaya düşüb deməkdir və orada depressiyadan çıxmaq lazımdır. Depressiyadan çıxmadıqda xəstəlik sizə üstün gəlir, xəstəliklə vuruşmaq lazımdır. Vuruşmasaz xəstəlik sizə qalib gələcək. Təşəkkür edirəm. Təkrar edirəm. Xoş oldu sizinlə görüş. Minnətdaram. Allahdan bütün xəstələrimizə şəfa diləyirəm və hər dəfəsində ixtisas həkimləri ilə görüşəndə bu və ya digər simptomları sadalayırıq. Əgər o şikayətləri özünüzdə hiss edirsinizsə, elə profilaktik, heç bir xəstəlik baş qaldırmadan gedin araşdırın, profilaktik qarşısını almağa çalışın. Dediyimiz simptomlar varsa sizdə, o zaman hansı xəstəlikdir, altda yatan səbəbi araşdırmağa çalışın. Ağırlaşmışıqsa doğru həkimi və doğru ünvanı, xüsusilə də revmatoloji, birləşdirici toxuma xəstəliyi ilə bağlı, xroniki iltihabi proseslər baş qaldırıbsa, autoimmun dəngə pozulubsa, status pozulubsa, dəyişiklik gedibsə immun sistemində, buyurun. Əgər özümüzə düşmən kəsilmişiksə, bundan xəbərimiz yoxdursa, araşdıra bilərsiniz. Əli Əlizadəyə müraciət etmək mümkündür. Mayamed klinikasında yerləşən Vertex Revmatologiya və Osteopatiya Mərkəzinin rəhbəri və eyni zamanda həkimidir. Qəbula yazıla bilərsiniz. Təşəkkürümü bildirmək istəyirəm Ledi Şarı mağazasına geyimə görə. 01322-0131 əlaqə telefonudur. Nərmanov metro stansiyası çıxışında yerləşir. Xanımlar, yeni kolleksiyalar var və əvvəlki kolleksiyalara da endirim aksiyası davam edir. Buyurun, əldə eləyə bilərsiniz. Hələlik.